Kimin səsi açıq qalıb? Səslərimizi bağlayaq. Hə. Gəlin başlayaq. Deməli biz bu gün sizlə təhsil alanların, təhsil verənlərin və valideynlərin hüquq və vəzifələrini keçəcəyik. Çox maraqlı mövzudur. Açar sözlərə diqqət yetirsəz, heç vaxt hüquq vəzifələri qarışdırmayacaqsınız. Diqqətlə qulaq asın. Əvvəlcə baxaq görək, hüquq nədir? Vəzifə nədir? Diqqətlə qulaq asın. Hüquq istəkdir. İstəkdən asılı olan bir şeydir. İstəsən edərsən, istəməsən etmərsən. İstəkdən asılıdır. Yəni vacib deyil. Bu sənin hüququndur. İstəsən edərsən, istəməsən etmərsən. Vəzifə isə, məsələn deyirlər filan kəsin vəzifəsi odur. Vəzifə nədir? Yəni bir öhdəlikdir sanki. Borcdur. Vəzifə odur ki, sən onu eləməlisən. Vacib bir şeydir. Yenə deyirəm, hüquqla vəzifənin fərqi odur ki, hüquq istəkdir. İstəsən edərsən, istəməsən etmərsən. Vəzifə isə açar sözünü yazıram, borcdur. Eləməlisən. Azərbaycan dilində səhv eləmirəmsə feilin vacib şəkli var. Vacib şəklinin üzr istəyirəm, şəkilçisi nədir? Malım əli. Eləməlisən, etməlisən, yazmalısan. Yəni bunu eləməlisən. Bu vacibdir, vacib şəklidir. O vacib olan da nəyimiz olacaq bizim? Vəzifəmiz olacaq. Məsələn, hər bir müəllim, ümumiyyətlə, əgər siz müəllim adını alacaqsınızsa, baxın, bir var sadə bir vətəndaş, bir də var ki, o MİQ imtahanı verib, o vətəndaş müəllim olub. Nəyə görə ona müəllim adı verilib? Müəllimin vəzifəsi nədir? Müəllimin vəzifəsi odur ki, şagirdlərə keyfiyyətli təhsil versin, düzdürmü? Bu hüquq ola bilməz. Müəllim deyə bilməz ki, istəsəm keçərəm dərsimi, istəməsəm keçmərəm. Belə bir şey ola bilər? Təbii ki, xeyr. Düzdürmü? Hər bir vəzifənin öz öhdəliyi var. Bu vəzifədir. Ümumiyyətlə, yadda saxlayın. Məntiqlə tapmağa çalışmayın bunları. Yadda saxlayın ki, əgər uşağa şagird adı verilibsə, o şagirdin öz öhdəsinə düşən öhdəliklər, vəzifələr var. Bir müəllimə müəllim adı verilibsə, müəllim adını almısınızsa, sizin də öz öhdəlikləriniz var ki, bunlara mütləq əməl etməlisiniz. Valideyn. Hamı valideyn ola bilmir, düzdür? Çox təəssüf ki, amma valideyn adını bir şəxs alıbsa, deməli o valideyn də öz öhdəsinə düşən öhdəlikləri, vəzifəni bilməlidir. Öz övladı ilə bağlı vəzifələri, öhdəlikləri bilməlidir və əməl etməlidir. Hansı haldır? Vacib haldır. Yəni vəzifəsidir. İndi gəlin baxaq görək hansı hüquq və vəzifələrimiz var. Əvvəl açar sözlərini deyim, hüququn. 3-4 dənə açar söz verəcəm ki, bu açar sözləri harda görsəz, avtomatik gözüyumlu testlərdə hüquq götürəcəksiniz. Hansılardır? Könüllü. Elə sözün özünə baxanda bilinir. Baxın, əgər hər hansı bir şey eləmək könüllüdürsə, bu sizin ürəyinizdən, istəyinizdən, könlünüzdən asılıdırsa, yəni könlüm istəsə eləyərəm, könlüm istəməsə eləmərəm. İstəkdən asılıdırsa nə olacaq? Hüquq. Məsələn, deyirəm ki, təhsil müəssisəsinə könüllü yardımlar etmək. Hüquqdur, yoxsa vəzifədir təhsil müəssisəsinə könüllü yardımlar etmək? Təbii ki, hüquqdur. Ay, sağ ol. İstəkdən asılıdır. Ürəyindən asılıdır. Könlü istəsə eləyər, istəməsə eləməz. Hüquqdur, istəkdir. Və yaxud da burada deyə bilərəm, seçmək. Nəyə görə seçmək hüquqdur? İstədiyinizi, əgər qarşınızda seçim imkanı varsa, sizi heç kim məcbur eləmir ki, 2-ni seçmə, 1-i seç. C-ni seçmə, A-nı seç. Düzdür? Seçim imkanı varsa, deməli o 5 variant arasından istədiyinizi seçəcəksiniz, düzdürmü? O istədiyini seçmək də nə olacaq? Avtomatik hüquq. Əgər hər hansı bir şeyi seçmək istəkdən asılıdırsa, onda deməli həmin o bizə verilən situasiyamızda seçmək sözü varsa, deyəcəm ki, deməli o hüquq imiş, vəzifə deyilmiş. Aydındır, istəkdən asılı olan bir şeydirsə, hüquqdur. Yadda saxlayın. Qayda belədir. Başqa nə deyə bilərəm burada? Könüllüdür, seçməkdir. Bir də bunu yadda saxlayın. Pulsuz ödənişsiz. Pulsuz ödənişsiz. Məsələn, ödənişsiz dərsliklərlə təmin olunmaq. Ödənişsiz dərsliklərlə təmin olunmaq şagirdlərin hüquqlarıdır. Və yaxud da deyə bilərəm, pulsuz tədris metodik vəsaitlə təmin olunmaq.
Tədris metodik vəsait kimə lazımdır? Tədris metodik. Müəllimlərin. Ay, sağ ol. Müəllimlərin. Bəli. Qabağında görürsüz pulsuz sözü var. O dəqiqə deyəcəksiniz hüquqdur. Kimin hüququ? Baxırsınız ki, metodik vəsait müəllimə aiddir. Onda deyəcəksiniz müəllimin hüququ. Fikir verirsinizsə, açar sözləri biləndə və sözlərə diqqətlə baxanda aid eləmək olur ki, kimin nəyidir. İndi gəlin baxaq bir-bir. Diqqətlə qulaq asın, çətin bir şey yoxdur, qarışdırmayacaqsınız. Məsələn, deyirəm ki, dərsliklərlə pulsuz təmin olunmaq. Desin zəhmət olmasa Gülarə müəllimə kimin nəyidir? Dərsliklərlə pulsuz təmin olunmaq. Məlahət. Aha, Gülarə müəllimə deyir. Kimin nəyidir? Şagirdlərin hüququdur. Ay, sağ ol, bəli, afərin, şagirdlərin hüququdur. Baxırıq ki, dərslik şagirdə aiddir, onda deyəcəm şagirdin. Ödənişsiz sözü görən kimdə deyirəm ki, hüquqdur. Deyəcəm onda şagirdin hüququdur. Təhsil alanın hüququ, bəli, Sevil müəllimə, doğrudur. Yaxşı, deyirəm ki, ödənişsiz psixoloji yardım almaq. Desin zəhmət olmasa, həqiqət müəllimə. Ödənişsiz psixoloji yardım almaq. Fikirləşin, görün, kimin nəyi ola bilər? Ödənişsiz... Təhsilamanın hüququdur. Ay, sağ ol. Psixoloji yardımı, axşamınız xeyir, həqiqət müəllimə. Afərin, düppədüz. Psixoloji yardım almaq şagirdə aiddir. Ödənişsiz sözünü görən kimdə deyəcəm ki, şagirdin hüququdur. Tamamilə doğrudur. Afərin. Təhsilamanın hüququdur. Ay, sağ ol, bəli. Yaxşı, deyirəm ki, bilik, bacarıq, vərdişlərə yiyələnmək. Bilik, bacarıq, vərdişlərə yiyələnmək. Mənim Təhsilamanın vəzifəsidir. Bilik, bacarıqlara yiyələnmək. Bilik, bacarıqlara yiyələnmək. Baxın, əvvəl düşünək ki, özümüzə sual verək görək. Bir uşaq, bir şagird deyə bilər ki, mən istəsəm oxuyaram, istəməsəm oxumaram. Onda o uşağa niyə şagird adı verilib? Axı mən dərsin əvvəlində dedim ki, əgər bir uşağa şagird adı verilibsə, o öz öhdəsinə düşən öhdəlikləri bilməlidir və onlara əməl etməlidir, vəzifəsinə əməl etməlidir. İndi burada da dedim ki, bilik, bacarıq, vərdişlərə yiyələnmək. Əgər bir uşaq şagird adını alıbsa, məktəbə gedirsə, dərslərdə iştirak edirsə, o bilik, bacarıqlara yiyələnməlidir, vəzifəsidir. Əgər mən bunu uşağın qabağına hüquq kimi qoysam, onda 10 uşaqdan 9-u deyəcək, mən oxumaq istəmirəm. Düzdür? Deyəcəklər ki, mən oxumaq istəmirəm. İstəsəm oxuyaram, istəməsəm oxumaram. İstəsəm məktəbə gedərəm, istəməsəm getmərəm. Düzdür? Belə bir hala yol verilə bilər? Təbii ki, xeyr. Deməli, bu nə olacaq? Şagirdin vəzifəsidir ki, bilik, bacarıq, vərdişlərə yiyələnsin. Yaxşı, indi deyəcəyim suala cavab versin zəhmət olmasa Cəhanə müəllimə. Cavab vermək istəyirsiniz? Buyurun, eşidirəm. Hər vaxtınız xeyir. Üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməmək. Düşünün. Üzürsüz səbəbdən... Ay, sağ ol. Şagirdin vəzifəsi. Bəli. Əgər biz bunu şagirdin hüququ desək, biz bunu uşaqların qabağına hüquq kimi qoysaq, onda uşaq deyəcək, istəsəm dərsə gedərəm, istəməsəm getmərəm. Üzürsüz səbəb də olsa kefindən dərsə getməyəcək, düzdürmü? Ona görə də mən bunu hüquq kimi qoya bilmərəm. İstəklərindən asılı vəziyyətdə qoya bilmərəm. Bu şagirdin vəzifəsidir ki, əgər o şagird adını alıbsa, dərsə vaxtında getsin. Bəli, tamamilə doğrudur. Afərin. Yaxşı, cavab versin zəhmət olmasa Şəfa müəllimə. Eşidirəm müəllimə. Hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Belə bir sual verim sizə. Fiziki, mənəvi, psixoloji zorakılıq hallarından müdafiə olunmaq. Zorakılıq hallarından müdafiə olunmaq. Uşaqların hüququdur. Hüquqlarıdır da bu. Ay, sağ ol. Bu bizim, bu şagirdlərin nə idi? İstəyidir, düzdürmü? Hüquqlarıdır. Ay, sağ ol. Hər bir şagird istəyir ki... Ay, sağ ol. Hər bir şagird istəyir ki, baxın bu istəkdir. Hər bir şagird istəyir ki, o uşaq zərər görməsin, zorakılıq halları baş verməsin. İstəkləri olduğuna görə bu
Hüquqdur, doğrudur. Afərin Uşaqların Səfənə. hüququdur. Ay, sağ ol, bəli. Yaxşı, onda gəlin sizə bir-iki qaydanı izah edeyim. Rahat olanda sizdən soruşuram, amma qaydaya ehtiyac olanda özüm deyirəm. Düşünürəm ki, yenə də bunu tapa bilərsiniz. Gəlin indi baxaq. Gəlin baxaq qaydalara. Mən bu qadın izah eləyirsiniz, yaxşı. Can, çox sağ olun. Əla. Allah razı olsun. Var olun. Nə xoş mənə. Öpürəm sizi. Çox sağ olun. Gəlin indi bir-iki nüansı sizə izah edeyim. Diqqətlə qulaq asın. Qaydalar kimin nəyi olur? Məsələn, bir var ki, diqqətlə qulaq asın. Daxili intizam qaydalarına əməl etmək, daxili nizam-intizam qaydalarına əməl etmək. Bir də var ki, etik davranış qaydalarına əməl etmək. Bunların nə kimi fərqi var, kimin nə idi? Ümumiyyətlə, yadda saxlayın. İnşallah gələcək dərslərimizdə etik davranış qaydalarını ayrıca bir geniş mövzu kimi sizə izah eləyəcəm. Etik davranış qaydası 7 dənədir. Etik davranış qaydaları 7 dənədir. Hansı ki o 7 dənə qaydanın 7-si də müəllimə şamil olunub, müəllimlərə. Səslərimizi bağlayaq zəhmət olmasa. Yəni bu 7 dənə qayda sırf müəllimlərə şamil olunur. Məsələn, bu 7 qayda içərisində qərəzsizlik var, müəllim şagirdlər arasında ayrı-seçkilik etməməlidir. Bu 7 qayda içərisində loyallıq var, müəllim peşə fəaliyyətinə xələl gətirməməlidir. Fikir verirsinizsə, bunlar hamısı kimə şamil olunur? Müəllimə. Deməli, etik davranış qaydaları görən kimi, onda deyəcəm kimin nə idi? Müəllimə aiddir. Düzü deyəcəm müəllimin. Yadda saxlayın, əgər sizin qarşınıza bir qayda qoyulubsa, qaydaya əməl etmək vəzifədir. Yadda saxlayın, qaydalar nə üçün tərtib olunub? Pozmaq üçündür qaydalar. Yox, qaydalara əməl olunması üçün tərtib olunub. Yəni bu bizim vəzifəmizdir. Müəllimin də öz əməl etməli olduğu qaydaları var, şagirdlərin də, valideynlərin də öz əməl etməli olduğu qaydalar var. Hər bir yerdə belədir. Hər bir yerin öz qaydası var, özünə məxsus qaydası var və qaydalara əməl etmək vəzifədir. Baxır kimin vəzifəsi. Onu da qarışdırmamaq üçün dedim. Etik davranış qaydaları 7 dənədir və o etik davranış qaydaları sırf müəllimə şamil olunur. Ona görə də siz etika görən kimi şagird deməyin. Baxın, məntiqlə fikirləşəndə hardasa sizi çaşdıra bilər. Məntiqlə fikirləşəsiniz ki, burada etikadan söhbət gedirsə, onda etikaya əməl etmək şagirdin də vəzifəsi olsun da, niyə olmasın? Amma bir tərəfdən qayda-qanunu fikirləşin ki, etik davranış qaydaları hansılardır? 7 dənə qaydadır ki, o sırf müəllimlərə aiddir, sırf müəllimə şamil olunur. Aydındır? Ona görə də deyəcəyik, müəllimin vəzifəsi, yalnız müəllimin vəzifəsi. Daxili intizam qaydaları nə deməkdir? Məktəbin içərisində olan məktəb daxili nizam-intizam qaydalarından söhbət gedir. Qayda dediyimə görə bu vəzifədir. Tapdım ki, bu vəzifədir. Yaxşı, bəs kimin vəzifəsi? Məktəb daxili olan, məktəbin daxilində olan nizam-intizam qaydalarına əməl etmək hər üçünün vəzifəsidir. Həm müəllimin, həm şagirdin, həm də valideynin. Heç biri nizam-intizamı pozmamalıdır. Deməli dedik ki, daxili nizam-intizam qaydalarına əməl etmək müəllimin, şagirdin, valideynin vəzifəsidir. Amma etik davranış qaydalarına əməl etmək yalnız kimin vəzifəsidir? Müəllimin vəzifəsidir. Bu qaydaları tam başa düşdünüz, qarışdırmayacaqsınız bu ikisini. Əla müəllim. Yaxşı, aydın çıxır. Başlayacağım. Davam edək onda. Dedik, daxili nizam-intizam qaydaları müəllim, valideyn, şagirdin üçünün də vəzifəsidir. Etik davranış qaydalarına əməl etmək yalnız müəllimin vəzifəsidir. Gəlin indi baxaq qiymətləndirməyə. Biliyin yenidən qiymətləndirilməsini, yenidən qiymətləndirilməni tələb etmək. Yadda saxlayın, hüququn bu açar sözlərin içərisinə yazın ki, tələb etmək. Tələb etmək nədir? İstəmək. Nəyisə istəyirsiniz. Məsələn, kimdənsə gedib pulunuzu tələb edirsiniz, borcunuzu tələb edirsiniz. Kimdənsə gedib hər hansı bir əşyanızı geri qaytarmağını tələb edirsiniz. Tələb eləmək nədir? Elə bir növ qarşı tərəfdən istəməkdir, nəsə istəməkdir. Onda bu tələb etmək, istəmək mənasını verirsə, onda bu hüquqa aid olar, yoxsa vəzifəyə? Avtomatik hüquqa. Hüquqdur. Ay, sağ ol. İndi gəlin baxaq görək. Bu yenidən qiymətləndirməni tələb etmək kimin nə idi? Kim
yenidən qiymətləndirilməsini tələb eləyir, istəyir? Təbii ki, şagird. Şagird. Ay sağ ol. Bəli, şagirdin hüququdur. Şagird qiymətindən narazı olanda gedir müəllimdən yenidən qiymətləndirilməsini tələb eləyir, istəyir. Və müəllimin də vəzifəsidir ki, bu yenidən qiymətləndirməni baxın yazıram qısa-qısa. Həyata keçirsin. Yenə deyirəm, qiymətləndirməni həyata keçirən kimdir? Müəllim. Qiymətləndirməni həyata keçirmək deyirsə, müəllimin vəzifəsidir. Müəllim deyə bilməz, istəsəm sizi qiymətləndirərəm, istəməsəm qiymətləndirmərəm. Elə bir şey yoxdur. Əgər sən müəllim adını almısansa, öz öhdəliklərini bilməlisən və onlara əməl etməlisən. İndi burada da yenidən qiymətləndirməni həyata keçirmək desə, deyəcəm müəllimin vəzifəsidir. Yenidən qiymətləndirməni tələb etmək, istəmək desə, onda deyəcəm şagirdin hüququdur. Şagird nə edir? Valideynin hüququ varmı yenidən qiymətləndirməni? Yox, valideynin hüququ yoxdur. Ümumiyyətlə, mən hansılar deyirəmsə, sırf onunla yadda saxlayın. Əgər valideyn demirəmsə, valideynə ümumiyyətlə qətiyyən məntiqlə fikirləşib valideynə aid eləməyin. Valideyn gəlsin uşağın qiymətini dəyişdirilməsini tələb eləsin. Yox, belə bir hallar baş verə bilməz. Yalnız şagirdin hüququdur. Qiymətləndirməni həyata keçirmək yalnız müəllimin vəzifəsidir. Aydındır? Bu da bizim qiymətləndirməmiz. Çox gözəl, maraqlı bir qayda deyəcəm. Qarışdırmamaq üçün. Ən çox nədə çaşırlar müəllimlər? Əməkdaşlıqlarda çaşırlar. Psixoloqla rəhbərliyin əməkdaşlığı, müəllimlə valideyn əməkdaşlığı, nə bilim, psixoloqla şagird əməkdaşlığı, hüquqdurmu, vəzifədurmu, bunlarda qarışdırırlar. Necə yadda saxlayacaqsınız? Əməkdaşlıq nə vaxt hüquq, nə vaxt vəzifə olur? Diqqətlə qulaq asın. Canlı ilə canlı arasında əməkdaşlıq, qoyun başdan əməkdaşlıq yazdım. Canlı ilə qayda belədir ki, canlı ilə canlı arasında əməkdaşlıq vəzifədir. Necə yadda saxlayın? Düşünün ki, canlılar kimdir? İnsanlar. Düşünün ki, insanlar bir-birinə yola getməlidir. İnsanlar arasında, insanla insan arasında əməkdaşlıq vəzifədir. Dava qırğın, davadalaş olmaz. Amma canlı ilə cansız arasında əməkdaşlıq hüquqdur. Deyəcəksiniz, cansız nə ola bilər? Qabağınıza testlərdə çıxacaq, sınaqlarda çıxacaq. Deyəcək ki, təhsil müəssisəsi ilə valideynin əməkdaşlığı. Valideynin təhsil müəssisəsi ilə əməkdaşlığı. Baxıram ki, burada valideyn canlıdır, müəssə binadır. O müəssə nədir? Cansız. Demir ki, müəssənin işçiləri. Müəssənin işçiləri insan nəzərdə tutulur, düzdür? Canlıdır. O olar vəzifə. Amma müəssə deyirsə, o cansızdır. Canlı ilə cansız arasında da bilirəm ki, hüquqdur. Nə deməkdir bu? Bayaqları bir şey dedim dərsin əvvəlində ki, valideynin təhsil müəssisəsinə könüllü yardımlar etməsi. Nə idi bu? Hüquqdur, düzdür? Ürəyi istəsə eləyər, istəməsə eləməz. Bunun kimi. Yəni, məktəblə istəsə əməkdaşlıq eləyər, istəməsə eləməz. Məcburiyyət deyil. Təbii ki, eləsə daha yaxşı olar. Təbii ki, eləsə övladının nailiyyətləri daha çox inkişaf eləyər. Amma hər bir valideyn bunu eləyə bilmir. Belə deyim də, o yorğun iş saatı ola bilər, çətin iş saatı ola bilər, səhər gedib axşam gələ bilər. Necə maraqlansın, maraqlanmaya da bilər. Yəni, şərt o deyil ki, məktəblə əməkdaşlıq eləsin. Aydındır. Ona görə də valideynin bu hüququdur. Yenə deyirəm, canlı ilə canlı arasında əməkdaşlıq vəzifədir. Qısa olaraq bu qaydanı yadda saxlayın. Vəssalam. Canlı ilə cansız arasında əməkdaşlıq hüquqdur. Aydınsa, cavab versin mənə, zəhmət olmasa, Ləman müəllimə. Bəli, müəllim. Ləman müəllimə, siz mənə deyin, psixoloqla məktəb rəhbəri arasında əməkdaşlıq hüquqdur, yoxsa vəzifədir? Əməkdaşlıq vəzifədir. Ay, sağ ol. Çünki psixoloq da insandır, canlıdır, məktəb rəhbəri də canlıdır. Ona görə də vəzifədir. Afərin. Doğrudur, bəli. Cavab versin zəhmət olmasa, Xurama müəllimə. Buyurun, müəllim. Siz mənə deyin, psixoloqla şagird arasında əməkdaşlıq. Vəzifədir, müəllimə. Canlı ilə canlı arasında. Ay, sağ ol, bəli, afərin, doğrudur. Cavab versin zəhmət olmasa, Vəfa müəllimə.
Cavab versin zəhmət olmasa. Aha, Vəfa müəllim səs açdı. Deyin mənə siz müəllimin öz həmkarları ilə əməkdaşlığı. Mən bir tane gözlüyün telefonumu. Necə müəllim? Müəllimin öz həmkarları ilə əməkdaşlığı. Müəllimin öz Yəni o həmkarları ilə əməkdaşlığı. Mənim sual dediyində zəhmət. Deməyə, yerdən deməyək. Yerdən deməyək, yəqin Mən internetimiz sualı da zəifdir. deyində təkrar birim Müəllimin öz həmkarları ilə əməkdaşlığı. Səslərimizi bağlayaq. Əlavə səslər gəlir, exo gəlir. Eyb yox, yəqin Vəfa müəllimədə Wi-Fi zəifdir. Cavab versin zəhmət olmasa, bəyin müəllim. Müəllim, mən də vəzifə dedim, mən bağlamışdım. Mənim vəzifədir də hüquq ola bilməz. Əməkdaşlıq yəni vacib bir şey deyil. O müəllimin özünün istəyidir. Doğrudur, bəli, doğrudur. Afərin, düpbədüz cavab verdiniz. Bu bizdə internet zəifdir, gedir gəlir səslər. Eyb yox, narahat olmayın. Cavab versin zəhmət olmasa, bəyin müəllimə. Aha, salam, axşamınız xeyir Hər vaxtınız xeyir, xoş gördük. Siz mənə deyin, şagirdin öz məktəb yoldaşları ilə əməkdaşlığın. Vəzifəsidir. Şagirdin vəzifəsidir. Ay, sağ ol. Çünki şagird də canlıdır, onun məktəb yoldaşları da canlıdır. Doğrudur, afərin. Yaxşı. Cavab versin zəhmət olmasa, nəzakət müəllimə. Bəli, axşamınız xeyir. Hər vaxtınız xeyir. Sizə əməkdaşlıqdan yox, başqa bir sual verəcəm. Narahat olmayın, səhv cavab versəz izah eləyəcəm. Sağlam həyat tərzi keçirmək sizcə kimin nəyi olar? Sağlam həyat tərzi keçirmək, Aha. deməli, müəllimin hüququdur. Şagirdə. Bu şagirdə aiddir. Şagirdim. Şagirdin nə idi? Müəllimə, mən cavab vereyim. Vəzifəsidir. Vəzifəsidir, hüququ deyil. Vəzifəsidir. Çaşdım, şagirdim vəzifəsi, müəllimə qalxıb. Şagirdin vəzifəsidir. Nəyə görə? Belə yadda saxlayın. Səslərimizi bağlayaq, əlavə səslər gəlməsin. Belə yadda saxlayacaqsınız ki, ümumiyyətlə, əgər mən bu sağlam həyat tərzi keçirməyi şagirdin hüququ olaraq versəm, qabaqlarına qoysam, onda uşaq, təsəvvür edin, 1-ci, 2-ci sinifə gedən uşaq və yaxud da bir başqası olsun, fərqi yoxdur. Uşaq da 4-də oxuyur, 5-də oxuyur, sinifin fərqi yoxdur. Gəlib sizə desə ki, mən istəsəm siqaret çəkərəm, istəməsəm çəkmərəm. Mən istəsəm gedib spirtli içkilər də içə bilərəm. Fikir verin, çünki bunu biz hüquq kimi qoymuşuqsa, uşaq bunu eləyə bilər. Belə olması doğrudur. Siz bunu qəbullana bilərsiniz. Yox, narahat olmayın, narahat olmayın. Səhv deməniz normaldır. Sadəcə yadda saxlamaq üçün loru dildə izah edirəm. Narahat olmayın. Deməli, əgər hüquq olsa, hüquq kimi qarşılığına qoysam, belə bir hallar yaşana bilər. Ona görə də belə yadda saxlayın ki, sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Bəzən müəllimlər burada çaşırlar, deyirlər ki, sağlam həyat, yəni xəstələnmək də burada gedir. Xeyr, xəstələnmək burada getmir. Təbii ki, kim xəstələnmək istəyər? Heç kim xəstələnmək istəməz. Düzdür? Hamı istəyir ki, sağlam olsun. Amma burada həyat tərzindən söhbət gedir. O həyat tərzi nə deməkdir? Yəni yaşama tərzi. Bunun o həyatında nələrdən istifadə etdiyi, zərərli vərdişlərdən istifadəsi nəzərdə tutulur. Aydındır? Ona görə də Müəllim, başlayın. O sözlərin nəsə başqa bir versiyası hüquqa çevrilir. Başqa bir versiyasını görməyəcəksiniz. Yox. Başınızı qarışdırmayın, beyninizi qarışdırmayın. Yox. Təkcə bunu görəcəksiniz. Həyat tərzindən söhbət gedir. Sağlam həyat tərzi keçirmək. Sizin də. Çox sağ olun, Allah razı olsun. Siz də sağ olun. Deməli burada tərz olduğuna görə Yəni zararlı vərdişlərdən yayınmaqda, yəni sağlam həyat tərzi. Bəli, zərərli vərdişlərdən yayınmaq eyni mənaya gəlib çıxır, eyni şeydir. Şagirdin vəzifəsidir. Yaxşı, bəs desəm ki, bunu cavab versin İlahə müəllimə. İlahə Mehizadə. Zəhmət olmasa. Hər vaxtınız xeyir. Yaxşı, bəs desəm ki, sizə təhsil alanları zərərli vərdişlərdən çəkindirmək. Onda bu kimin nəyi olar? Sizcə? Ay, sağ ol. Bəli, tamamilə doğrudur. Afərin. Siz hər hansı bir şagirdi görsəz ki, o təhsil verən vəzifəsi, bəli, doğrudur. Günel müəllimə, Sevil müəllimə.
Görsəz ki, hər hansı biri məktəbin tinində, həyətində, məsələn, tutaq ki, indi üzrlü sayın sözümə görə siqaret çəkir, təbii ki, siz bunu görməzdən gəlməməlisiniz. Həmin o uşağı zəhərli vərdişlərdən çəkindirməyə çalışmalısınız. Lazım gələrsə, əgər belə deyim də, öhdəsindən gələ bilməsəz, valideyninə də xəbər verə bilərsiniz, məlumatlandıra bilərsiniz ki, o da bir əncam qılsın. Deməli, zərərli vərdişlərdən təhsil alanları çəkindirmək müəllimin vəzifəsidir. Sağlam həyat tərzi keçirmək şagirdin vəzifəsidir. Yaxşı, bura qədər aydınsa, keçək hörmətə. Səslərimizi bağlayaq, öz səsimi eşidirəm, zəhmət olmasa. Hörmət nə vaxt hüquq olur, nə vaxt vəzifə olur. Bir var hörməti, markeri dəyişim. Bir var hörməti tələb etmək. Müəllimə, səsləri siz bağlayında çox xahiş edirəm müəllimə. Belə səslər biraz qırıq-qırıq da gəlir arada. İndi səsləri hamı bağlayıb deyəsən. Məndə nəyə görə çətindir? Çünki telefonu aparata taxmışam deyə tez-tez aşağı-yuxarı çevirib dəyişə bilmirəm. Burada dəmir-dümür mənə imkan vermir. Ona görə mənə çətin olur. Dəqiqədə bir onları nəzarət eləmək. İndi özünüz nəzarət eləsəz daha yaxşı olar. Yenə də görsəm ki, bağlayan yoxdur, özüm bağlayacağam. Baxın, bir var hörməti tələb etmək. Hörməti tələb etmək. Bir də var ki, hörmətlə yanaşmaq, yəni hörmət etmək. Bunu mənə izah eləsin zəhmət olmasa. Görək kim izah eləyə bilər. Cavab versin. Nərmin müəllimə. Nərmin müəllimə deyəsən qorxdunuz. Əl işarəsi, əlinizi qaldırmışdınız, sonra yerə qoydunuz əlinizi. Mən deyim. Görüm kim demək istəyir. Həqiqət müəllimə siz demək istəyirsiniz? Demək istəyirəm. Müəllimə deyim mi? Hörməti tələb etmək, hüququ hörmətlə yanaşmaq vəzifədir. Aha. Deməli, sizin fikriniz belədir. Nərmin müəllimə sizcə? Müəllimə, tələb etmək hüququdur, yanaşmaq vəzifəsidir. Hörmət tələb etmək hüquq, yanaşmaq vəzifə. Yaxşı, bəs nəyə görə tələb etmək hüquqdur, yanaşmaq vəzifədir? Nəyə görə? Səbəb? Çünki hüquqda asarlar tələb etmək var. İstəsə hörmət eləyər, istəsə ola bilər. Mənim hər ikisi vəzifə ola bilər, məsələn. Xeyr. Baxın, xeyr. Səhv, yanlış fikirlər eşitdim. Birinci müəllimə, hörmətlə tələb etmək. Mənə hörmətlə yalan. Hər hansı bir şagird istəsə müəllimi hörmətlə yanaşır, istəsə hörmət eləməz. Aha, Bu hüquqdur. düz deyirsiniz. Hörmətlə Baxın. yanaşmaq hər bir şagirdin Aha. vəzifəsidir, borcudur ki, müəllimə hörmətlə yanaşsın. Ay Ya sağ ol. özündən böyüyü hörmətlə yanaşsın. Bəli, Amma doğrudur. hörməti Afərin. tələb etmək hüquqdur. Bəli, hüquqdur. Qarşındakından özünə qarşı hörməti tələb etmək Ay, sağ ol. hüququndur. Bəli, afərin. Tamamilə doğrudur. İndi səslərimizi bağlayaq, qəşəng bir dənə izah verim. Hörmətlə yanaşmaq hüquqdur. Yox. Yox, yanlış fikirdə olan müəllimlər var. Diqqətlə qulaq asın, diqqətlə. Hörməti tələb etmək. Bayaq dedim ki, tələb etmək istəməkdir. Qarşınızdakı insandan nəyisə tələb edirsiniz, istəyirsiniz. Təbii ki, sizin hamınız məndən hörmət tələb edirsiniz. Hörmət etməyimi sizə istəyirsiniz. Düzdür? Mən sizə hörmət etməsəm xoşunuza gələr? Yox. Bu sizin istəyinizdir ki, sizin qarşınızdakı olan müəllim də sizə hörmət eləsin. Düzdür? Bu sizin istəyinizdir. Şagird də, sinifdə olan şagird də müəllimdən tələb eləyir, o hörməti istəyir. Hər bir şagird də istəyər ki, müəllim ona bir şəxsiyyət kimi yanaşsın. Müəllim ona hörmət eləsin. Kim istəyər onu təhqir eləsinlər? Heç kim istəməz. Düzdür? Kim istəyər ona hörmətsizlik olunsun? Heç kim istəməz. Deməli, hörməti tələb etmək istək olduğuna görə hüquqdur. Kimin hüququ? Bu müəllimin də hüququdur. Müəllim də qarşındakı o şagirdlərdən hörməti istəyir. Kim istəməz ki, hamı istəyər. Şagirdin də hüququdur. Lap yeri gəlsə valideynin də hüququdur. Valideyn də istəyər ki, gedib o danışdığı, əməkdaşlıq elədiyi müəllimdən hörməti tələb eləsin, istəsin. Kim istəməz, hamı istəyər. Müəllimə olar bir söz deyim. Buyurun. Yəni ki, bu hörmət elə bir şeydir ki də, siz də bağışlayın Hamı mənə. istəyir. Bu qarşıdakı adam məcbur eləyə bilməzsən ki, sənə hörmət eləsin. O eləməyə də bilər, yəni. Yox, diqqətlə Yəni, qulaq o asın. mənada deyirəm ki, Yox. hüquqdur. Ona görə hüquqdur da, istəsə eləyər, istəməsə eləyər. Ay, sağ ol. Yox. Mən elə bilmirəm. Səhv danışırsınız. Yox, səhv danışırsınız. Belə nəticə olaraq
Bunu deyirsiniz, amma səhv başa salır. Sizin dediyiniz hörmətlə yanaşmağa hüquq kimi qələmə verməkdir. Ona görə deyirəm, diqqətlə qulaq asın. Siz deyirsiniz ki, siz bilirsiniz nə deyirsiniz? Deyirsiniz ki, istəsə hörmət eləyər, istəməsə eləməz. Elə bir şey yoxdur axı. Hörmət etməlidir. Axı mən bayaqları bir cümlə dedim. Dedim əməkdaşlıq insanlar arasında vəzifədir. Səslərimizi bağlayaq. Səslərimizi bağlayaq, əlavə səslər eşidirəm. Kimdən gəlir o səs? Hə. Bayaqları sizə bir söz dedim. Dedim ki, əməkdaşlıq nə vaxt vəzifə olur? Canlı arasında olanda. İnsanlar arasında əməkdaşlıq vəzifədirsə, davadalaş olmazsa, deməli bunların bir-birinə hörmət etməsi də nədir? Vəzifədir. Əməkdaşlıqları vəzifədirsə, hörmətlə yanaşmaq, hörmət etmək də vəzifədir. Hörmət eləmək yenə deyirəm, vəzifədir. Siz belə bir şey deyə bilərsiniz, mən istəsəm qabağımdakına hörmət eləyərəm, istəməsəm eləmərəm. Belə bir şey olar. Siz mənə və yaxud da mən sizə deyə bilmərəm. Bir dənə fikrimi tamamlayım. Çünki çox yanlış düşünənlər var. Baxın, hörmət eləmək biz hansını götürməliyik? Başa düşmədim mənim sualınızı. Kimsə yazmışdı orada mesaj bölməsində. Baxın, yenə deyirəm. Qısaca. Hörmət etmək, hörmətlə yanaşmaq vəzifədir. Bu sizin vəzifənizdir. Siz deyə bilmərsiniz. Çünki sizə müəllim adı verilib. Müəllim adı verilibsə, o müəllim öz öhdəliklərini bilməlidir ki, o deyə bilməz, istəsəm qarşımdakı valideynə və yaxud da şagirdə hörmət eləyərəm, istəməsəm eləmərəm. Onda bütün gün belə deyim də hamı kefi istəyəni eləyər. Dava qırğın çıxar, düzdür? Heç kim ona haqq Mən məsələn qurban olum. İndiki vəziyyətdə reallıq elə yaranıb ki, valideyn yəni ki reallıq başqa. Reallığı qoyulur onlara. Reallıq heç, reallıqla onsuz da keçdiyimiz qaydalar reallıqda tətbiq olunmur hamısı. Əsas odur, o olmalı olan vacib bir şeyə baxın, qaydaya baxın. O söz var ya, həmişə deyirəm. Mən səsləri bağlayın da, eşitmirik müəllimi. Aha, bağladılar. Nəysə, qısaca deyirəm, izah eləyirəm, vaxtımız çox getməsin. Hörmət etmək, hörmətlə yanaşmaq vəzifədir. Qarşınızdakı insana fərqi yoxdur. İstəyir şagird olsun, istəyir valideyn olsun. Əgər sizə müəllim adı verilibsə, hörmət etməlisiniz. Belə bir şey deyilə bilməz. İstəsəm hörmət eləyərəm, istəməsəm eləmərəm. Çata kimsə nəsə yazmışdır, görmədim. Bir də yazsın zəhmət olmasa. Amma hörməti tələb etmək, bu artıq istəkdir. Qarşınızdakı insandan o hörməti istəyirsiniz, tələb edirsiniz. Bu sizin hüququnuzdur. İstəməkdir. Demirəm ki, hörmət eləmək. Hörmət eləmək o heç. Həmin insanın, məsələn, tutaq ki, mənim üzərimdə baxın. Mən, əgər desə ki, tutaq ki, Türkanın hörməti tələb etməsi. Mən nə edirəm? Sizdən hörməti tələb edirəm, istəyirəm. Bu Türkanın hüququdur, mənim hüququmdur, istəyimdir. Amma desə ki, Türkanın, məsələn, müəllimlərə hörmətlə yanaşması bu vəzifədir, hüquq ola bilməz. İstəkdir, bəli, həqiqət müəllimə doğrudur. Düz deyirdiniz, amma izahı düz vermirdiniz. Yəni mən belə başa düşdüm ki, hansısa testdə qarşımıza tələb sözü çıxarsa hüquqdur. Ay sağ ol. Yəni hörmətlə yanaşmaq sözü varsa bu vəzifədir. Ay sağ ol, bəli, vəssalam. Hörmət etməlisiniz, bir sözlə, vəssalam. Əməkdaşlıq eləməlisiniz, hörmət etməlisiniz. Vəzifənizdir. Davadalaş qırğın olmaz. Yaxşıya yönəlin, yaxşıları etməlisiniz. Hörməti tələb etmək isə istəməkdir, hüquqdur. Müəllimin də, şagirdin də, valideynin də hüququdur. Məsələn, deyirəm ki, deyən görək, kim cavab versin? Heç səsi çıxmayan kim var burada? Cavab versin Günel müəllimə. Deyirəm ki, pedaqoji işçilərə və yaxud da pedaqoji prosesin o digər iştirakçılarına hörmətlə yanaşmaq, hörmət və ehtiramla yanaşmaq kimin nə idi? Bu vəzifəsidir də bu şagirdin hörmətlə yanaşmaq qarşılıqlı vəzifədir. Ay sağ ol. Müəllimə hörmət etmək, pedaqoji işçi kimdir? Müəllim. Müəllimə hörmət etmək şagirdin vəzifəsidir. Doğrudur. Afərin. Ay sağ ol. Yaxşı, hörmət tam aydın oldu. Qaranlıq qalmadı içində, tam başa düşdünüz? Yaxşı. Onda belə bir sual verim. Cavab versin zəhmət olmasa. Afiq müəllimə. Axşamınız xeyir müəllim. Hər vaxtınız xeyir. Siz mənə deyin, məsələn, deyirəm ki, təhsillə bağlı inkişaf yönlü tədbirlərdə iştirak etmək
Nə deməkdir bu? Yəni o inkişaf yönlü tədbirlər deyəndə olimpiadalar, sınaqlar, yarışlar nəzərdə tutulur. Sizcə kimin nə idi? Burada Yerdən deməyək. Yerdən deməyək. vəzifədir də müəllimə. Vəzifədir. Kimin vəzifəsi? Vəzifə odur ki, şagirdlərin vəzifəsi. Jalə müəllimə, sizcə Jalə İskəndərova. Müəllimə, bu hüquq deyil, Şəfa müəllimədir. Uşaq istəsə olimpiyada iştirak edər, istəsə etməz də, bu məcbur ola bilməz axı uşağa. Şəfa müəllimə deyir, şagirdin hüququdur. Xurama müəllimə deyir, şagirdin vəzifəsidir. Jalə müəllimə, sizcə? Şagirdin hüququ. Müəllimə, Şagird hüququdur müəllimə. O istəsə iştirak edə bilər, iştirak edə bilər, istəməsə yox. Ay sağ ol. Jalə müəllimə, tanıdım sizi. Darıxmışdım sizdən ötürü Jalə müəllimə. Düz deyirsiniz, bəli. Şagirdin Müəllimə, bu hüququdur. qaydalar məndə var, saxlanışmaq üçün yazmıram, yəni. Yaxşı başa salmısınız, yadımdan çıxdı. Əla, can, afərin, əla. Baxın, dedi ki, nə vermişdim sizə sual? Dedim ki, təhsillə bağlı inkişaf yönlü tədbirlərdə iştirak etmək. İnkişaf yönlü tədbir nə deməkdir? Olimpiyada, sınaq yarışlarda iştirak eləmək. Məcburdur ki, uşaq hər olimpiyadada, hər sınağa gedib bilet alıb getsin, iştirak eləsin, hər yarışda gedib iştirak eləsin? Yox. Məcburiyyət deyil. Bu istəkdən asılı olan bir şeydir. Düşünün, təsəvvür eləyin. Şagird istəyəndə sınaqlarda gedir, iştirak edir. Şagird istəyəndə gedir, yarışlarda iştirak edir. Şərt odur ki, kursların məsələn tutaq ki, keçirdiyi bütün o sınaqlara bütün şagirdlər iştirak eləsin, getsin hamısı? Təbii ki, xeyr. Vacib deyil, borc deyil. Borc deyilsə, vəzifə deyə bilmərsiniz. Hamıya şamil olunmursa, vəzifə deyə bilmərsiniz. Bu istəkdən asılı olan bir şeydir. İstəkdən asılı sonda nə olacaq? Hüquq. Tam başa düşdünüz nə demək istədiyimi? Yenə deyirəm, təhsillə bağlı inkişaf yönlü tədbirlərdə iştirak eləmək, olimpiyada, sınaqlar, yarışlarda iştirak eləmək istəkdən asılı olan bir şey olduğuna görə olacaq şagirdin hüququ. Müəllim üçün də elədir. Müəllim ümumiyyətlə onsuz da çox iştirak eləmir. Məcburdur olar. Mən sertifikatlaşdım məsələn. Sertifikatlaşma heç, sertifikatlaşma başqa, olimpiyada başqa, sertifikatlaşma başqa. Tələsməyin, hamısını deyəcəm, narahat olmayın. Məsəl üçün, milli təhsil forumları keçirilir filan. Bunlar müəllimlər üçün hüquqdur. Vəzifə deyil ki, istəsəm iştirak edirəm, istəməsəm. Onlar əlavə şeylərdir. Şagirdlər üçün necə ki sınav, onlar da müəllimlər üçün. Amma sertifikasiyada iştirak eləmək, siz əks halda sertifikasiyada iştirak eləməsəz və yaxud da kəsilsəz, işinizə xitam veriləcək, düzdür? Müəllimlik vəzifənizi xitam veriləcək. Deməli, sertifikasiyada iştirak eləmək hər bir müəllimin borcu vəzifəsidir. Rəşəndə müəllimə hüququ deyil, vəzifəsidir. Amma hüquqdur. MİQ-də iştirak eləmək hüquqdur da. MİQ çünki təzə gələn müəllimlər. MİQ heç. Bəli, MİQ-də ürəyini istifad edər, sən iştirak etmə. O sən vəzifə borcundur. İstəyirsən get müəllim ol, istəyirsən olma. O hələ müəllim statusunu almamısan. Mənim müəllimlik vəzifəsini almamış şəxslərdir. Bəli, ay sağ ol. Hələ müəllimlik, bəli. Bəli, doğrudur. Hələ müəllimlik vəzifəsini almamısan. İstəsən alarsan, istəməsən almarsan. O ücret sənin istəyindən asılıdır. İstəkdirsə, deməli o istəyirsən seçmərsən. Seçmək üçün də MİQ-ə daxil olmalısın. Ona görə könüllüdür. Bəli, könüllüdür. Bəli, tamamilə doğrudur. Gəlin davam eləyək. İxtisas məsələlərinə baxaq. İxtisas nə vaxt hüquq olur, nə vaxt vəzifə olur. Diqqətlə qulaq asın, qarışdırmamaq üçün. 3 belə deyim də yerdə 3 fərqli nüanslarda ixtisas sözünü görə bilərsiniz. Bir var ixtisasını artırmaq. Bir var yeni ixtisas almaq. Bir var ixtisas dərəcəsini yüksəltmək. İxtisas dərəcəsini yüksəltmək. Mənə cavab versin zəhmət olmasa, əvvəl fikirlərinizi dinləyim, sonra qəşəng izah eləyəcəm. Cavab versin Nəzrin müəllimə. Sizcə? Almaq, bu hüquqdur, müəllimin hüququ olacaq. Çünki öz ixtisasından başqasından ixtisas riyaziyyat öyrənirəm, yeni ixtisas alıramsa, bu mənim öz istəyimlə bağlıdır, hüququmdur. Bu hüquqdur. Yeni ixtisas almaq deyil. Hə, bu hüquqdur. Hə, bu hüquqdur. Hə. Bəli. Aha. Təhsili artırmaq, öz ixtisasını, yəni özünü inkişaf etdirməsi bu artıq. Bu vəzifədir.
Bu vəzifədir. Aha, bəs ixtisas dərəcəsini yüksəltmək? İxtisas dərəcəsini yüksəltmək hüquq olacaq. Bu yəni məsələn, doktorant olmaq deməkdir. Deməli, vəzifədir yoxsa hüquqdur? Hüquq. Hüquq. Deməli, Nəzrin müəllimə dedi, hüquqdur. Yaxşı, bir nəfər də cavab versin, izah edeyim. Cavab versin, zəhmət olmasa, səsini eşitmədiyim. Ayda müəllimə cavab vermək istəyirsiniz? Ayda müəllimə. Bəli, axşamınız xeyir. Axşamınız xeyir, xoş gördük. İxtisasını artırmaq, ixtisasını artırmaq. Bunu hüquq kimi görürəm. Aha. Hüquq. Mən nə deyim? Tələsməyin, müəllimə cavab versin. Üçü də hüquq ola bilər. Mən bilmirəm. Yeni ixtisas soruşuram. Yine bu da hüquq kimidir. Ben istesem alaram, istesem almaram da. Yəni ixtisasım varsa məsələn mən. Həm üçü də hüquq oxşayır bunlar. Aha. Bunu məsələn vəzifə görmək olar. Məsələn məktəbdir, müdiriyyət göndərir harasa. Mən belə düşünürəm yəni. Bu mənim. Ayda müəllimə dedi, sonuncuya vəzifə. Yaxşı. Ləman müəllimə siz də cavab verin. Müəllimə, ixtisasını artırmaq vəzifədir. Yeni ixtisas almaq hüquqdur. İxtisas dərəcəsini artırmaq da vəzifədir. Vəzifə deyil, hüquqdur. İndi gəlin bir izah edeyim. Gəlin bir izah edeyim. Diqqətlə qulaq Müəllimə, asın. siz o vaxt demişdiniz ki, Aha. ixtisas artırmaq, yəni biliyini artırmaq nəzərdə tutmuşdunuz. O vəzifə idi. Bəli. Baxın, ixtisasını artırmaq deyəndə biliyini artırmaq nəzərdə tutulur. Fikir verirsinizsə, hamısında bir fərq var ki, baxın, burada üçüncü söz var, burada yeni sözü var. Burada da dərəcə yüksəltmək. Baxın, ixtisasdan əlavə dərəcə sözü var. Burada ixtisasdan əlavə yeni sözü var. Amma fikir verirsinizsə, burada üçüncü söz yoxdur. Burada birbaşa proqram sizə deyir ki, ixtisasını artırmaq. Yəni birbaşa siz ixtisas biliyinizi artırmalısınız. Əgər siz ixtisas biliyinizi artırmasaz, yenilikləri öyrənməsəz, şagirdlərə keyfiyyətli təhsil verə bilməyəcəksiniz. Sertifikasiyadan keçə bilməyəcəksiniz. Düzdür? Ona görə də bu kimin nəyi olacaq? Müəllimin vəzifəsi. Hər bir müəllim ixtisasını artırmalıdır. Yəni ixtisas biliyini artırmalıdır, yenilikləri öyrənməlidir. Əks halda şagirdlərə keyfiyyətli dərs keçə bilməyəcək və həmçinin sertifikasiyada yaxşı bal yığa bilməyəcək, kəsiləcək. Hər bir müəllim ixtisasını artırmalıdır. Bu o mənada olduğuna görə bu müəllimin vəzifəsidir. Yeni ixtisas almaq. Siz kimya müəllimisinizsə, sizi heç kim məcbur eləmir gedib biologiyadan da ixtisasınızı artırasınız, yəni yeni ixtisas alasınız. Riyaziyyatçısızsa məcbur eləyən yoxdur sizi. Get, mütləq informatikadan da yeni ixtisas al. Bu məcburiyyət var sizdə? Yox. İstəyən eləyir, istəməyən eləmir. Onda bu istəkdən asılı olduğuna görə olacaq müəllimin hüququ. Bir də var ixtisas dərəcəsini yüksəltmək. Burada artıq söhbət dərəcədən gedir. Dərəcə nədir? Yəni siz, məsələn, gedib bakalavr bitirmisinizsə, bakalavr dərəcəsini, sizi heç kim məcbur eləyə bilməz, get magistri da bitir. Sizi heç kim məcbur eləyə bilməz, get doktoranturanı da bitir. Dərəcəvi yüksəlt. Məcburiyyət deyil. İstəyən doktoranturaya qədər oxuyur, istəyən magistra qədər oxuyur, istəyən təkcə bakalavrı bitirir. Yəni bu istəkdən asılı olan bir şey yenə də olduğuna görə nə olacaq? Hüquq olacaq. Yenə deyirəm, yeni ixtisas almaq hüquqdur. İstəkdən asılı olduğuna görə hüquqdur. İxtisas dərəcəsini yüksəltmək yenə də bu müəllimlərin istəyindən asılı olduğuna görə bu da hüquqdur. Amma ixtisasını artırmaq, ixtisas biliyini artırmaq olduğuna görə olacaq hər bir müəllimin vəzifəsi. Tam başa düşdünüz bu ixtisas məsələsini. Qarışdırmayacaqsınız bunları. Müəllimə, Allah sizdən razı olsun. Nə yaxşı ki, sizdən də. Yəni təkrar öyle çox qəşəng öyrədirsiniz. Vallahi Allah sizi var eləsin. Can, sizlər də var eləsin. Nə xoş mənə. Kimə nə qaranlıq qaldı bura qədər? Qaranlıq qalmadı içinə. Gülşən müəllim, indi biz pullu qoşulanda bir də siz başdan başlayarsınız mısınız? Bəli. Bəli. Yaxşı. Başdan başlayacağam. Sizi fərdi şəkildə sual-cavab da eləyəcəm inşallah. Yaxşı.
Gəlin davam edək. Qiyməti nə qədərdir? Qiymət nə qədər, neçəyə keçirsiniz? 25 azəyin, 25. Müəllimə, Bəli. indi ona qədər test işləmir. Test işləmirik, yoxsa İşləyəcək, narahat olmayın, işləyəcək. Dünənləri bu birinci mövzunun yarısını keçmişdim. Bu da ücə tamamlayacaq bu günləri. Yəni birinci mövzunu yekunlaşdıracaq. Ona görə də sizə bu günləri sınaq atacağam. Dünən yarımçı keçmişdi deyə atmadım. Bu gün ücə atacağam. Yaxşı, gəlin davam edək. Hə, yarım saat vaxtımız qalıb. Gəlin keçib bitirək, yarımçı qalmayaq. Deməli, deyirəm ki, tədrisin forma, metod, vasitələrini sərbəst seçmək kimin nə idi? Cavab versin, zəhmət olmasa. Cavab versin mənə Tərlan yazılan müəlliməmiz. Bəli, müəllimə, bir də sual təkrar edin, zəhmət olmasa. Aha, tədrisin forma, metod, vasitələrini sərbəst seçmək kimin nə idi? Tədrisin forma, metod, vasitələrini sərbəst seçmək. Müəllimin vəzifəsidir. Müəllimin vəzifəsidir. Cavab verin. Müəllim, əslində hüququdur, nə cür hüququdur? Yəni sərbəst hansını istəsə seçə bilər də, amma mütləq seçməlidir deyə vəzifəsidir deyirəm. Mütləq seçməlidir deyə Yox, vəzifəsidir. sərbəst seçmək könüllüdürsə, o hüquq olacaq, vəzifə deyil. Bəli, baxın. Könüllüdür, sərbəst seçmək, hə, sərbəst seçirsə əgər o könüllüdür, hə. Amma seçmək sözü vardısa orada, o hüquq olacaq. Bəli, orada sərbəst seçim var. Sərbəst seçim varsa o müəllimin hüququdur. Hansı metoddan istəyir, o metoddan da istifadə edib dərsini keçə bilər. Bəli. Açar sözdən də əlavə. Siz onun məğzini başa düşün. Görün nəyə görə seçmək hüquqdadır. Çünki baxın, hər bir müəllimin öz dərs keçmə metodu var. Bütün müəllimlər eyni cür dərs keçir? Yox. Hər bir müəllimin öz dərs keçmə metodu var. Kim hansı metoddan istəyirsə, onu da seçir. Düzdür? Baxın, deməli seçmək, o metodları seçmək nədir? İstəkdən asılı olan bir şeydir. Sizi heç kim məcbur eləmir, get filan üsuldan istifadə elə. Sizi heç kim məcbur eləmir, mütləq get elektron lövhədən istifadə elə. Məcburiyyət deyil. Sizi heç kim məcbur eləmir, get məsələn, slaytlardan istifadə elə, nə bilim, filan cür dərsivi keç, məcburiyyət yoxdur. Yəni, öz planınızı, dərsinizin planını, icmalını özünüz qurursunuz. Düzdür? Öz istəyinizdən, öz dərs keçmə metodunuzdan asılı olaraq. Bu, hər bir şəxsə özəl olan bir şeydir. İstəklərindən asılıdır. Ona görə də müəllimin istəyindən asılıdırsa, hansı üsulu istəyirsə, seçirsə, onda bu olacaq nə? Hüquq. Düzdür, hər bir müəllim keyfiyyətli təhsil verməlidir. Mənə desə ki, keyfiyyətli təhsil vermək, onda deyəcəm, bu hər bir müəllimin vəzifəsidir. Amma burada deyir ki, bu tədrisin formasını seçmək. Bu, istəkdən asılı olan bir şeydir. İstədiyin seçir. Yaxşı, bəs belə bir sual yaranır ki, onda əgər tədrisin formasını sərbəst seçmək müəllimin istəyindən asılıdırsa, onda getsin müəllimlər ənənəvi dərs keçsinlər də. Bir var ənənəvi dərs, bir də var yeni metodla, yəni interaktiv dərs keçmək, kurikulumdan dərs keçmək. Onda belə bir müəllimin hüququ varsa, bu deməkdir ki, bütün müəllimlər gedib və yaxud da istəyən müəllimlər gedib ənənəvi dərs keçə bilərlər köhnə metoddan. İstifadə edə bilməzlər. Nəyə görə? Deyəcəksiniz, ay müəllimə, istəkdə axı, istəsə keçər. Xeyr. Belə bir vəzifəsi var ki, müəllimin. Baxın, belə bir vəzifəsi var ki, müəllimin vəzifəsidir ki, şagirdlərə müasir, baxın, müasir təlim metodlarından istifadə edərək dərs keçsin. Yenə deyirəm. Yeniliklər öyrətməlidir də, müəllimin vəzifə borcu şagirdlərə yenilikləri öyrətmək. Bəli, doğrudur. Yenilikləri mənimsəmək və onları şagirdlərə ötürmək. Yenə deyirəm, o interaktiv metodları, yenilikləri öyrənmək və mənimsətmək, onlardan istifadə etmək, yeniliklərdən istifadə etmək müəllimin vəzifəsidir. Yenilikdən istifadə etmək vəzifəsi olduğuna görə, yəni bu, bəli, yəni bu nə deməkdir? Sərbəst seçmək hüququndur, amma ənənəvi metod yox. Kurikulum, yəni yeni metodların içərisindən birini seçmək hüququndur. Yenə deyirəm, baxın, yenilikləri... Bizdə indi necə karuseldir, mən nə bilim, iş üsulları. Modelidir. Ay, sağ ol. Bu bizim öz seçimimizdir. 3D-dir, beyin həmləsidir.
Ay, Vasitə sağ ol. istəyərəm məsələn keçərəm elektron lövhə və yaxud projektorla və yaxud da ki adi kitabla. O da yenə mənim öz seçimimdir. Və yaxud da sizə məsələn 30 dənə üsul verib də sizə verib. Yeni üsullar olardı. Və yaxud da yeni metodlar var. 5Y modeldir, layihə əsaslı öyrənmədir, problem əsaslı öyrənmədir, oyunlaşdırmadır. Sizə bu təklifləri irəli sürür. Yəni sizin qarşınıza seçim qoyur. İstədiyini seç. Amma yeni metodlar içərisindən istədiyini seç. Gedib ənənəvi dərsdə köhnə metodlardan istifadə eləmə. O yeniliklərdən istifadə Nəyi etmək, nəzərdə tuturuz? yəni dərsin forması da, dərsin forması, keçirilmə forması, təşkil olunma forması. O təşkil etdiyimiz, o istifadə etdiyimiz metod, vasitələr, üsullar, iş formaları, iş üsulları. Məsələn, iş formaları var 4 dənə. Fərdi. Necə? Bunlar hüquqa aid olmur onda. Hüquqdur da. Bəs nə deyirəm? Sərbəst seçmək, tədrisin formasını sərbəst seçmək hüquqdur. İstədiyinizi seçə bilərsiniz. Amma yenilikləri öyrənib istifadə etmək vəzifədir. Yenilikləri öyrənməlisiniz. Sadəcə mən nəyə görə bunu izah elədim, müqayisə elədim ikisini bir yerdə. Bəzi müəllimlər düşünür ki, bəzən ağlana elə gəlir ki, onda tədrisin formasını, metodunu seçmək hüquqdursa, onda gedim ənənəvi dərsdə keçim də dərsimi köhnə metoddan keçim. Xeyr. Sizin vəzifənizdir ki, sizin qarşınızda belə bir vəzifə var ki, siz yeniliklərdən istifadə eləyərək dərsinizi keçəsiniz. Yəni get seç. Sənin hüququndur seçmək, amma yeni metodların içərisindən yenisini seç. Aydındır? Tam başa düşdünüz nə demək istəyirəm? O bir dənə vəzifəyə görə, o bir dənə vəzifə sizə imkan vermir ənənəvi dərsdə, ənənəvi metodla dərs keçəsiniz. Köhnə üsuldan istifadə eləyəsiniz. O sizin qarşınıza vəzifə kimi qoyulub ki, bu hüququnuzdan istifadə eləyəndə onu nəzərə alasınız və yeni üsulla uşaqlara dərs keçəsiniz. Aydındır? Tam başa düşdünüz? Bəli, müəllim. Yaxşı. Bəli, müəllimə, çox sağ olun, ay müəllimə. Siz sağ olun. Aydındır, təşəkkürlər. Siz sağ olun. Allah sizi var eləsin. Sizləri də. Cavab versin mənə. Sizinlə axşam gözləyirik ki, Tükan müəllimə dərs keçəcək. Elə səbirsizliklə gözləyirik. Allah arzularınızı çatdırsın sizi. Çox sağ olun, Allah razı olsun. Can, çox sağ olun. Mənə də çox xoşdur sizlə dərs keçmək. Vallahi həqiqətən. Cavab versin mənə, görək burada. Biraz qarışıqdır, amma maraqlıdır. Biraz qarışıqdır, doğrudur. Haqq verirəm sizə, amma inanın ki, bir müddətdən sonra, testləri də işləyəndən sonra öyrəşəsiniz. Vərdiş halını alacaq. Çətin sizin üçün heç nə qalmayacaq. Mənə cavab Adınız versin. nədir? Türkan. Adınızı deyin. Türkan. Türkan, Bəli. Burada var Gülsənəm müəllimə. Gülsənəm müəllimə cavab vermək istəyirsiniz, sizə bir sual verim. Bəli. Siz mənə deyin, sizcə təhlükəsiz işlə təmin olunmaq kimin nəyi olar? Təhlükəsiz işlə təmin olunmaq. Lövhədə də yazdım. Sizcə kimin Müəllimin nəyidir? hüququ. Ay, sağ ol, bəli. İşlə təmin olunan işdirsə, deməli müəllimə aiddir. Onda yazıram burada. Müəllimin. Fikirləşirəm ki, təhlükəsiz işlə təmin olunmaq bütün müəllimlərin istəyidir. Hamı istəyir ki, təhlükəsiz işdə işləsin. Hamı istəyir ki, yaxşı remontlu, yaxşı şərait olan məktəbdə işləsin. Düzdür, kim istəməz? Təbii ki, bu hamıya eyni düşmür. Yəni hamı yaxşı şəraitdə olan məktəbdə işləmir. Bəziləri ucqar kənd məktəblərində olur, bəziləri orta remont, bəziləri nə bilim aşağı təmirli, bəziləri super təmirli şəhər məktəblərində yaxşı şərait olan məktəbdə işləyirlər. Yəni bu istəkdən asılı olan bir şeydir. Hamının istəyidir. Hamının istəyidir ki, təhlükəsiz işlə, yaxşı şəraiti olan, belə deyək, normal təhsil şəraiti ilə təmin olunsun. Müəllimlərin istəyidir. Yaxşı, bəs desəydim ki, təhlükəsiz şəraitdə təhsil almaq. Onda kimin nəyi olardı sizcə? Bunlar mən deyim müəllimə. Şagirdin Olar. hüququ olacaq. Şagirdin hüququdur. Ay, sağ ol. Bəli, afərin. Tamamilə doğrudur. Bu şagirdin hüququ olacaq. Hər bir şagird istəyir ki, qəşəng məktəbdə, normal şəraiti olan məktəbdə, təhlükəsiz məktəbdə təhsil alsın. Təhsil almaq sözünü görən kimi deyirik şagirdin
Nə idi? Hüququdur. Çünki hamının, bütün şagirdlərin istəyi idi ki, yaxşı şərait olan məktəbdə təhsil alsınlar. Kim istəməz? Hamı istəyər. Deməli, şagirdin... Bəs onda ola bilər ki, məsələn, hansısa şagirdim, tutaq ki, evi elə bir məktəbə yaxındır ki, o siz dediyiniz kimi də belə, yəni məcburdur ki, vəzifəsidir ki, o məktəbdə oxusun. Belə də ola bilər, məsələn. Vəzifə niyə olsun ki o? Bu dəqiqə valla burada bizə qonşularımız yaxındakı məktəbə qoymur. Gedir biraz nisbətən uzaq məktəbə qoyur ki, o məktəb yaxşıdır, mən onu istəyirəm. Yəni məcburiyyət yoxdur burada. Kim hansında istəsə gedir təhsil alır. Məcburiyyət yoxdur, yox. Bu dəqiqə bizim məsələn yaxınlığımızda bir məktəb var. Nisbətən o balacadır, amma mərkəzdə olan məktəb burdan böyüdür. Nisbətən onun şəraiti daha yaxşıdır. Ona görə də kim ki daha yaxşı məktəbdə oxumaq istəyir, gedir üstür o mərkəzdəki məktəbə. Nə olsun avtobusdan gedəcək, nə olsun yaxın deyir, gedir. Çünki istəyir, istəkləri budur. Aydındır? Hamı istəyir ki, yaxşı şəraitli məktəbdə təhsil alsın. Siz də sağ olun. Gəlin bir-bir deyim. Tələsmək istəməzdim, amma təəssüf ki, inşallah ki, çatdırarıq. Baxın, mükafatlandırılmaq və təltif olunmaq. Mükafatlandırılmaq və təltif olunmaq müəllimin hüququdur. Məsələn, nəyə görə hüquqdur? Çünki bütün müəllimlər, məsələn, ilin ən yaxşı müəllimi seçilmirlər. Düzdür? İstəyənlər, yaxşı, belə deyim də, fəaliyyət göstərən, aktiv olan müəllimlər ilin ən yaxşı müəllimi, ən aktiv müəllimi seçilə bilərlər. Mükafatlandırılmaq, təltif olunmaq müəllimin hüququdur. Seçkili vəzifələrə seçmək, seçilmək. Seçmək sözün görən kimi ağlımıza avtomatik nə gəlir? Hüquq. Hüquq. Ay sağ ol. Kimin hüququ? Vəzifə kimə aiddir? Müəllimə. İndi biz bu üçbucaqdan söhbət gedir də, müəllim, şagird, valideyn üçbucağından söhbət gedir. Valideyn işləməyə də bilər. Mən bilmirəm bu valideynin vəzifəsi nədir. Düzdür? Vəzifə valideynə aid deyil. Şagirdə də aid deyil, çünki o hələ təhsil alır. Deməli, vəzifə kimdir? Bu üçbucaqda biz kimin vəzifəsi bəllidir? Müəllimin vəzifəsi bəllidir ki, o müəllimlik vəzifəsində çalışır. Deməli, seçkili vəzifələrə seçmək, seçilmək müəllimin hüququdur. Hamıya aid olunmur. Hamı seçkili vəzifəyə seçilmir. Düzdür? İstəyən seçilir. Ona görə də müəllimin hüququdur. Yaxşı. Desin mənə zəhmət olmasa, Səidə müəllimə. Cavab versin zəhmət olmasa, Günay müəllimə. Cavab versin Aygün müəllimə. Gürsün müəllimə. Olar mən cavab verim, heç bir müəllimədən səs çıxmır. Şəfa müəllimə cavab verək. Siz mənə deyin, sizcə dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək kimin nə idi? Dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək. İştirak etmək. İstəsəm etərəm, istəməsəm. Müəllimin hüququdur da o. Vəzifədir. Vəzifədir. Vəzifə. Hər bir müəllimin vəzifəsi. Hər vətəndaşın borcudur ki, ölkənin inkişafında iştirak edesin. Müəllimin vəzifəsidir. Baxın, qarışdırdınız. Çox müəllim nə düşünür? Ağlınıza 100% gəldi ki, o ölkələrarası, dövlətlərarası siyasət. Səslərimizi bağlayaq zəhmət olmasa, əlavə səslər gəlir. Seçkilərdə iştirak eləmək, hansısa bir... Yox, baxın. Səhv dedim. Baxın, dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək deyirəm. Düzdür? Bu siyasət, dövlət siyasəti ölkələr arası, dövlətlər arası siyasətdən bəhs etmir. O ölkələr arası siyasətin müəllimə nə dəxli? Dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək bu deməkdir ki, yəni məktəbin içərisində olan o öhdəliklərə əməl etmək. Məsələn, kurikulumdan istifadə etmək, yeni metodlardan istifadə etmək, şagirdlərə keyfiyyətli təhsil vermək. Bu da dövlət siyasətidir. Məktəbin daxilində olan dövlət siyasətidir. Qayda-qanuna əməl etməkdir. Onda bu nə olacaq? Müəllimin vəzifəsi. Bəli. Yenə deyirəm, siyasət deyəndə ağlınıza ölkələrarası siyasət gəlməsin. O söhbətlər bura aid deyil, müəllimə aid deyil. Müəllimə məktəb daxili olan siyasət aiddir. Məktəb daxilində olan o dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək müəllimin vəzifəsidir. Bəli, doğrudur. Müəllimə, dövlət tədbirlərində iştirak etmək də vəzifədir.
Tədbirlərdə iştirak eləmək nəyə görə? Tədbirdə Tədbirdir. O hüquqdur, dövlətdir. Xeyr, tədbirdir o, tədbir. O məcburiyyət deyil. Tədbirdə iştirak eləmək müəllimin də hüququdur, şagirdin də hüququdur. Yaxşı, gəlin davam edək. Aha, bəli, hüquqdur, istəkdir. Əlavə məşğələlər, sinifdən xaric tədbirlər həyata keçirmək. Müəllimin hüququdur. Vəzifəsidir. Bu əlavədir. Xeyr, qarışdırmayın. Əlavə məşğələ keçmək müəllimin Əlavə məşğələ vəzifəsidir. istəyirəm, keçmirəm. Bu mənim hüququmdur. Əgər dərsdirsə, gündəlik dərs Yox, keçmir. Bu yox, mənim yox, yox, yox. vəzifəmdir. Məntiqlə tapmayın. Məntiqlə tapmayın. Qulaq asın mənə. Məntiqlə ona görə deyirəm ki, düşünəndə bəzən kurikulumda sizi çaşdıra bilər, səhv cavab aparır. Səslərimizi bağlayaq, exo gəlir. Ümumi məşğələ keçmək hüquqdur, özün bilərsən, evində keçsən, keçmir. Amma sən öz şagirdin geri qalıbsan, onun məsəl üçün inkişafından ötürü məşğələ keçmək o sənin vəzifəndir. Bəli. İndi mənə qulaq asın. Əlavə məşğələlər, sinifdən xaric tədbirlər həyata keçirmək müəllimin vəzifəsidir. Tədbir deyəndə ağlınıza təmtəraqlı o zalda keçirilən tədbir ağlınıza gəlməsin. Kiçik bir tədbir, kiçik bir söhbət də ola bilər. Ümumiyyətlə müəllimin vəzifəsidir ki, uşağa təkcə təhsil yox, bilik bacarıq yox, uşağın şəxsiyyətini də formalaşdırsın, onu bir şəxsiyyət kimi yetişdirsin. Təbii ki, siz 1-45 dəqiqə ərzində həm onun şəxsiyyət kimi düzgün yetişdirməyi, həm bilik bacarığı ötürməyi mümkünsüzdür, düzdür? Siz ona əlavə məşğələ keçməlisiniz nəyə görə? Bayram vaxtına düşə bilər dərslər, tətil ola bilər, tətil vaxtına düşə bilər, geri qala bilərsiniz və yaxud da uşaqlar hər hansı bir mövzuda çətinlik çəkə bilərlər. Ola bilər tətilə düşüb siz ona əlavə məşğələ keçməli olarsınız. Yəni bir çox məqamlarda əlavə məşğələ keçməlisiniz uşaqları inkişaf elətdirmək üçün. Başqa o sinifdən xaric tədbirlər bəs nə deməkdir? Onlar da o deməkdir ki, yəni siz şagirdlərə bilik bacarıq ötürməkdən əlavə uşaqların şəxsiyyətini də düzgün formalaşdırmalısınız və bunun üçün sizə nə lazımdır? Əlavə vaxt lazımdır. Sinifdən xaric bir tədbir, belə deyim də, söhbət lazımdır siz üçün ki, uşaqlarla o mənəvi söhbətlər eləyəsiniz, uşaqlara nə ötürəsiniz? Mənəvi dəyərlər ötürəsiniz. Uşaqları insan kimi, şəxsiyyət kimi də düzgün yetişdirəsiniz. Ona görə də mütləq sizə əlavə məşğələ və sinifdən xaric tədbirlər vacibdir, vəzifənizdir. Tam başa düşdünüz, belə yadda qalacaq. Yaddan çıxmayacaq bu. Yaxşı, adicə başqa məsələn nümunələr də gətirə bilərəm. Heç söhbət eləmək olmasın, uşağı qocalar evinə aparmaq olsun, uşaqlar evinə aparmaq olsun. Yəni sizin burada məqsədiniz şagirdlərin o bacarıqlarını, müəyyən o həyati bacarıqlarını da inkişaf elətdirməkdir. Empatiya, mərhəmət hissi, bu kimi bacarıqlar, ünsiyyət bacarığıdır, əməkdaşlıq bacarığıdır. O sosial layihələrdə çalışırsınız, iştirak eləsinlər, sosiallaşsınlar. Məktəbdən kənardır da, bu məktəbdən kənar fəaliyyətdir. Aparırsınız uşaqları qocalar evinə, uşaqlar evinə. Bütün bunlar uşaqları birbaşa inkişaf elətdirir və bunun üçün sizə nə lazımdır? Əlavə vaxt lazımdır. Əlavə məşğələlər, sinifdən kənar və yaxud da məktəbdən kənar da görə bilərsiniz. Məktəbdən kənar fəaliyyətlər həyata keçirmək müəllimin vəzifəsidir. Uşaqları düzgün yetişdirməlisiniz. Aydındır? Bəli, bəli. Yaxşı, aydınsa keçək biraz valideyndən də danışaq. Deyirəm ki, cavab versin mənə Türkan müəllimi. Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsini seçmək kimin nə idi? Valideynin hüququdur. Valideynin bugünkü mövzunu ümumiləşdirərəm, oldu. Müəllimin hüququdur. Nəyə görə? Çünki o uşaq yetkinlik yaşına çatmayıb. 1-də 2-də oxuyan uşaq nə bilsin onun üçün hansı təlim-tərbiyə müəssisəsi, hansı müəssisə, hansı məktəb yaxşıdır, düzdür? Hələ onun üçün qərarları kim verir? Valideyn. Valideyn məcbur deyil getsin 5 nömrəli məktəbə uşağını qoysun. Bu məcburiyyət deyil. Hamı bir məktəbə qoymaq məcburiyyətdə deyil. Ay sağ ol, onların istəklərindən asılı olan bir şeydir. Hansı məktəbə istəsə gedəcək, nə edəcək, o məktəbə qoyacaq. Ona görə də olacaq bu valideynin hüququ. Seçməkdir də, istədiyi məktəbi seçir, hüquqdur. Əgər desəydim ki, yaxşı bəs təhsil müəssisəsini, xarici dili, fakultativ məşğələləri sərbəst seçmək, təmayülü sərbəst seçmək. Kimin nə idi bu? Bu şagirdindir də.
şagirdin hüququdur. İstəyir ingilis dili seçir, istəyir Sərbəst rus seçmək dilini seçir. hüquqdur. Sərbəst seçmək şagirdin hüququdur. İstər hansı xarici dil istəsə o da seçir. Aha. Bəs Türkçə müəllimə nəyə görə valideynin hüququ yox, şagirdin hüququ? Niyə? Müəllimə sualı bir də təkrarlayarsınız, zəhmət Aha. olmasa, yaxşı eşitmədim. Bəli. Təhsil müəssisəsini, tədris dilini, fakultativ məşğələləri, sonra cam hissədəsini təmayüli sərbəst seçmək. Valideynin hüququdur. Valideynin olacaq da burada təhsil müəssisəsini. Valideynin hüququ olacaq. İndi belə bir şey. Yaxşı, bir sual verim. Yaxşı, bir sual verim. Şagirdi. Bir sual verim sizə. Türkçə müəllimə Aha. Belə götürək. Şagird az yaşlı şagird ola bilər və o uşaq nə başa düşür ki, hansısa bir təhsilimiz seçsin, hansısa bir məktəbimiz seçsin. Bu valideynin. Yaxşı, indi qulaq asın mənə. Mənə qulaq asın, zəhmət olmasa. Baxın, Türkçə müəllimə. Siz ingilis dili öyrənmək istəyirsiniz. Amma ananız deyir, yox, gedib rus dilində öyrənəcəksən. Rus dili seçəcəksən, xarici dili. Xoşunuza gələr? Haqqınız tapdanız bunu. Şagirdindir də müəllim şagird. Haqqınız tapdanız. Orada hələ bir söz dedim. Dərsdən kənar məşğələ, fakultativ məşğələləri. Siz məsələn tutaq ki, musiqi ilə məşğul olmaq istəyirsiniz. Ananız deyir, yox, gedib sən rəsm çəkəcəksən. Tamayülü sərbəst seçmək. Tamayül nədir? Qruplara görə seçilir də, düzdür? Humanitar var. Bəli, şagirdin hüququdur. Mən şagirdi dedim. Bəli, şagirdin hüququdur. Bəli, tədrisin dilini də, nə bilim, təhsil müəssisəsini də, tamayülü də, bütün bunları özü seçə bilər. Axı baxın, bunlar arasında fərq var axı. Deyirsiniz, yaxşı, bəs o yaşı azdırsa, bəs mən bayaq dedim axı. Bundan əvvəl dediyim hüquq hansı idi? Yetkinlik yaşına çatmayan övladları üçün təlim-tərbiyə müəssisəsi seçmək. Əgər o söz orada vurğulansa, deyəcəm valideynin hüququdur. Çünki uşaq hələ yetkinlik yaşına çatmayıb. Ay, sağ ol. Çünki təhsil müəssisəsi dediniz. Mən ona görə valideyn dedim, müəllimə. Yox, o uşaq seçə bilər. Uşaq yetkinlik yaşına çatıbsa, yox, yetkinlik yaşına çatıbsa seçə bilər. Yetkinlik yaşına çatıbsa seçə bilər. Amma çatmayıbsa... Yetkinlik yaşı hansı yaş nəzərdə tutulur? Yetkinlik 15 plus. 12 plus deyək. 12 plus. 12 plus, hə. 13, 14, 15 özü seçə bilər. Dərk eləyir də, başa düşür. Ümumiyyətlə, uşaqlar 11 yaşdan sonra qərarlarını verə bilərlər. Onda dərk eləyir hər şeyi, belə deyək. Həm də mənim orada təmayül sözü var idi, yuxarı. Bəli, yuxarı sinfə aiddir. 11 plusdur. 11, 12 plus. Bəzi mənbələrdə 11 plusdur, bəzilərində 12 plusdur. Hər ikisi doğrudur. Yaxşı. Deyirəm ki, səslərimizi bağlayaq, zəhmət olmasa əlavə səslər gəlir. Təhsil alanların hüquqlarını müdafiə etmək. Təhsil alanların hüquqlarını müdafiə etmək. Müəllimin vəzifəsidir, təhsil verənin vəzifəsidir. Öldürəcəm. Ay Türkçə müəllimə, öldürəcəm sizi. Şagirdin hüquqlarını müdafiə etmək. Yadda saxlayın. Valideynin hüququdur. Niyə valideynin hüququ? Müəllim aidiyyatı yoxdur axı. Uşağın hüququnu qoruyur hər tərəfdən. Aha. İndi sizə belə bir nümunə verəcəm, elə yadda saxlayın. Məsələn, uşaq, övladınız dərsə hazırlıqsız gedib. Hazırlıqsız getdiyinə görə müəllim onu danlayır, əsəbləşir. Həmin uşaq da, övladınız da, müəllim ona əsəbləşdiyinə görə pis olur, məyus olur, ağlayır, xətrinə dəyir, gəlir evdə sizə deyir, elə valideyn var, elə ana var ki, deyəcək ki, əccəb eləyib, yaxşı eləyib əsəbləşib. Dərsini yazardın, müəllim əsəbləşməzdi. Elə reaksiya verməzdi. Canım da var. Amma elə valideyn də var deyir ki, boy, kimdir o sənə, nə bilim, artıq sözləyən, kimdir sənə əsəbləşən? Yazmamısan, yaxşı eləmsən. Gedə müəllimlə danışmaya görüm o kimdir səndən belə rəftar edir, belə danışır. Düzdür? Elə valideyn də var, bu cür tip valideyn də var. Yəni bu nədən asılıdır? Onda bu valideynin tipindən, istəyindən asılıdır. Yəni istəsə, gedəcək o şagirdin hüququnu qoruyacaq. Gedib o müəllimlə danışacaq ki, o bayaq həqiqət müəllimə deyəsən səhv eləmirəmsə deyirdi ki, indiki valideynlər yamandır. O istəsə, gedəcək müəllimlə danışacaq ki, sən mənim uşağıma niyə bu sözü demisən? Niyə belə eləmisən? Niyə bu reaksiyanı vermisən? Niyə əsəbləşmirsən? Mənim uşağımın xətrinə dəyib. Bu cür valideynlər də var. Gedir hüququnu qoruyur. Müdafiə eləyir. Amma bəziləri də deyir ki, öyrənərdin, müəllim sənə elə söz deməzdi. Eybi yoxdur, heç nə olmaz. Gələn səfər öyrənərsən, yaxşı söz deyər. Onda gedib uşağın hüquqlarını müdafiə eləmir.
Deməli, bu nədən asılıdır? İstəkdən asılı olan bir şeydir. Onda nə olacaq bu? Hüquq olacaq. Bu nümunə ilə yadınızda qalacaq. Tam başa düşdünüz? Yoxlamırsınız orada. Məndə hər şey aydın oldu. Çox təşəkkür edirəm. Əla, xoşdur. Buyurun. Sualım qalmadı. Əla. Deməli, şagirdin hüquqlarını müdafiə eləmək valideynin hüququdur. Yaxşı, bir ikisi qaldı. Onlar da deyim, övladlarının erkən yaşlarından fiziki, əxlaqi, intellektual inkişafına şərait yaratmaq. O, belə deyim də, övladlarının icbari ümumi orta təhsil almasını təmin etmək. Kimin nə idi? Valideynin vəzifəsidir. Ay sağ ol. Çünki 9-a qədər, ay sağ ol. 9-a qədər oxutmalıdırlar. Bu vacibdir, məcburdur, vəzifədir, doğrudur. Həm də onların inkişafına şərait yaratmalıdırlar, tərbiyə verməlidirlər, belə deyək də lori dildə. Övladlarını humanistlik, vətənpərvərlik ruhunda tərbiyə etmək. Kimin nə idi? Valideynin borcudur da, valideynin vəzifəsidir. Ay sağ ol, müəllimin vəzifəsidir. Məktəb kollektivindən əməkdaşlıq. Vəzifədir yoxsa hüquqdur? Ay sağ ol. Valideynin hüququdur. Öldürəcəm sizi. Bayaq əməkdaşlıqda nə dedim? Qayda. Dedim canlı arasında vəzifədir. Valideynin vəzifəsidir o. Bəli. Məktəb kollektivi cansızdır məyər? Məktəb kollektivi o da əsərdir, vəzifədir. Bəli. Məktəb kollektivi canlı, insanlar nəzərdə tutulur da. Onun içərisindəki kollektiv kimdir? İnsan, canlıdır. Valideyn də canlı. Canlı deməli vəzifədir. Yaxşı, daxili nizam-intizam qaydalarına riayət etmək valideynin hüququdur yoxsa vəzifəsidir? Vəzifədir. Ay sağ ol, bəli, vəzifədir. Tamamilə doğru. Bəli, afərin, doğrudur. Vəssalam. Bugünlük dərsimizdə bu qədər. Qısa özət keçim, yoxsa izaha təzədən baxıb konspekti oxuyacaqsınız? Hansını seçirsiniz? Özət keçim. 2 dəqiqə vaxtımız qaldı. Özət, bir dənə özət verin. Yaxşı, oldu. Səslərimizi bağlayaq, tez özət keçim. Dedi ki, harda könüllü, seçmək, pulsuz, tələb etmək sözləri görsəz, hüquq götürəcəksiniz. Hüquq istəkdən asılı olan bir şeydir. İstəsəz eləyərsiniz, istəməsəz eləmərsiniz. Dedi ki, şagird də, müəllimin də, valideynin də öz öhdəlikləri, vəzifə borcları var. Çünki onlara şagird, bəzilərinə müəllim, digərlərinə isə valideyn adı verilib. Onlar öhdəsinə düşən vəzifələrə əməl etməlidir. Dedi ki, məsələn, keyfiyyətli təhsil vermək, dərs keçmək, dərsə vaxtında gəlmək müəllimin vəzifəsidir. Həmin o müəllimin ötürdüyü o dərsi, bilik, bacarığı mənimsəmək şagirdin vəzifəsidir. Adı üstündə şagird adı verilib ona. Öhdəliyin başa düşüb ona əməl etməlidir, yerinə yetirməlidir. Dedi ki, tapşırıqları vaxtında yerinə yetirmək şagirdin hüququdur. Üzr istəyirəm, vəzifəsidir. Əgər onu mən hüquq kimi qoysam, kefi istəyəndə eləyəcək, kefi istəməyəndə eləməyəcək. Ona görə hüquq deməyimiz doğru deyil, vəzifədir. Hər bir şagirdin vəzifəsidir ki, tapşırıqları vaxtında yerinə yetirsin, üzürsüz səbəbdən dərsdən yayınma hallarına yol verməsin. Bu da vəzifədir. Sonra dedi, sağlam həyat tərzi keçirmək, zərərli vərdişlərdən uzaq durmaq şagirdin vəzifəsidir. Zərərli vərdişlərdən şagirdləri çəkindirmək də müəllimin vəzifəsidir. Sonra dedi, qaydalar. Etik davranış qaydaları dediyi sırf müəllimlərə aiddir, müəllimin vəzifəsidir. Amma daxili nizam-intizam qaydalarına əməl etmək həm müəllim, həm valideyn, həm də şagirdin vəzifəsidir. Çünki adı üstündə qayda qoyulubsa buna əməl olunmalıdır, vacibiyyatdır. Ödənişsiz, baxaq görək nə var. Ödənişsiz dərsliklərlə təmin olunmaq dərslikdirsə şagirdin hüququdur. Ödənişsiz tədris metodik vəsaitlərlə təmin olunmaq müəllimin hüququdur. Ödənişsiz psixoloji yardım almaq şagirdin hüququdur. Sonra qiymətləndirməyə keçək. Bilik və bacarıqların ümumiyyətlə biliyin yenidən qiymətləndirilməsini tələb etmək, yəni istəmək, səslərimizi bağlayaq, şagirdin hüququdur. Qiymətindən narazı olanda ola bilər də xəstədir, halsızdır, yaxşı yazmayıb, yaxşı oxuyan uşaqdır, amma yaxşı yazmayıb. Bu zaman müəllim onu yenidən qiymətləndirməlidir. Yəni qiymətləndirməni həyata keçirmək müəllimin vəzifəsidir, amma onu tələb etmək şagirdin hüququdur. Sonra deyə bilərəm əməkdaşlıq. Əməkdaşlıq dedik, canlı arasında vəzifədir, canlı-cansız arasında hüquqdur, vəssalam. Başqa dedik, hörmət, əməkdaşlıqla hörmət bir-birinə oxşuyur. Hörməti tələb etmək, istəmək hüquqdur. Hörmətlə yanaşmaq, hörmət etmək vəzifədir.
Təhlükəsiz işlə təmin olunmaq müəllimin istəyidir, hüququdur. Təhlükəsiz şəraitdə təhsil almaq şagirdin istəyidir, yəni hüququdur. Tədrisin forma metodu vasitələrini sərbəst seçmək. Hər bir müəllimin öz dərs keçmə metodu olduğuna görə müəllimin hüququdur. Sonra ixtisas məsələləri dedik. İxtisasını artırmaq müəllimin vəzifəsidir, çünki ixtisas biliyini artırmaq nəzərdə tutulur. Yeni ixtisas almaq müəllimin hüququdur. İxtisas dərəcəsini yüksəltmək isə onun istəyindən asılı olan bir şeydir. Bir dəqiqə mənə icazə verin, Zaretkaya qoyum telefonu. Çox üzr istəyirəm, 5% qalıb sönə bilər. Siz onu qoyana qədər mən sizə bir sual verim ki, bu etik qayda müəllimin etik